Lift qırıldı, liftin içində qaldım. Trosu qırıldı. Qonşularla bir səs-küylə, mən tək deyildim, yanımda bir xanım da var idi, özündən getdi. Onu qonşular sağ olsun gəldi, çıxartdı. Bir ay lift işləmədi. Səbəb də tros gələcək. Bunu vaxtında məncə yoxlanılmalıdır ki, bu tros qırılmasın da. Ofisə də gedilibdir ki, binanı sakinlərə təhvil verin. Vallahi bilmirəm niyə vermirlər. Hər səfər bir bahanələr. Ceyhun müəllim daha yaxşı bilir ki, niyə vermirlər təhvil. Mənzillər bina tikilib qutarandan sonra bir neçə aydan sonra sakinlərə verilməlidir də. Bina idarə etmə mərkəzi. Bəli. Hələ ki ondan da bir xəbər yoxdur. Hamı kupçalarını alıb, çıxarışlarını alıblar sakinlər demək olar ki, bina idarə etmə mərkəzi sadəcə olaraq hələ formalaşmıyor. Buna görə Ədliyyə Nazirliyinə müraciət olunmalıdır. Bina sakinlərində imzası toplanmalıdır. 51% təşkil olunmalıdır ki, o təqdirdə bina idarə etmə mərkəzinə keçsin. Yəni sakinlərin də narahatçılığı bundan ibarətdir ki, çox problemlər var. Problemlər deyilir vaxtında həll olunmur, kommunal verilir. Ucqar kənd şəraitində. Bəli.